Qobu qəsəbəsində torpaq sahəsi alan Sümbül Qəhrəmanov adlı vətəndaşımız öz torpaq sahəsində ev tikə bilmir. Evinin layihəsini 2 dəfə geri qaytarıblar. Biz də məsələyə nəzər yetirdik. Torpaq aldı, amma ev tikə bilmədi. Müsahibim Sümbül Osmanova 8 ay əvvəl Abşeron rayonu Qobu qəsəbəsində 2 sot torpaq sahəsi alıb. Məqsədi orada 2 mərtəbəli ev tikməkdir. Bunun üçün evin layihəsini icra hakimiyyətinə təqdim edib. Amma ona layihədə müəyyən düzəlişlərin olunmasının vacibliyini bildiriblər. Onların dedikləri düzəliş olunduqdan sonra layihə yenidən icra hakimiyyətinə göndərilib. Amma bu dəfə də Sümbül xanıma müsbət rəy verilməyib. Bir sözlə onun ev tikmək arzusu gözündə qalıb. Mən neçə dəfə getməliyəm. Hətta mən orada həmkarım birinə dedim ki, bu layihə siz orada yazın ki, bura səhvdir. Hətta o qeyd elədi ki, bura səhvdir. Mən yenə o layihəni yenidən çəkdirdim, yenidən göndərildi, yenidən atqaz gəldi. Bu nə ilə bağlıdır, mən bilmirəm. Çıxarışım əlimdədir. Hər bir şey hazırdır burada. Mən niyə görə mən evimi tikə bilmirəm, niyə görə mən layihəmi qol çəkmirəm, peçat vurmurlar? Abşeron rayon icra hakimiyyətindən bildirildi ki, Sümbül Osmanovanın müraciəti araşdırılıb. Məlum olub ki, vətəndaşa həm Abşeron rayon icra hakimiyyətinin müvafiq şöbəsi, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada bir neçə dəfə imtina yazılıb. Çünki vətəndaş ev layihəsini çəkərkən baş plan bölməsində öz mülkiyyətindəki torpaq sahəsini deyil, yaxınlıqdakı digər vətəndaşın torpaq sahəsinin baş planını layihələndirib. Göstərilən irad aradan qaldırıldığı təqdirdə vətəndaşa məlumatlandırma icraatı qaydasında münasibət bildiriləcək.